Salam Çınarə, sabahınız xeyir olsun. Bəli, səhərin erkən saatlarından etibarən ölkə ərazisinə Bakıya və Abşeron yarımadasına əsasən çiskin xarakterli yağış yağırdı. Amma irəliyən saatlarda vəziyyət bir qədər də qəlizləşdi, belə deyək. Çovğun xarakterli ölkə ərazisinə qar yağır. Hazırda da elə biz yəni qar çovğununu müşahidə edə bilirik və küləyin sürəti də olduqca yüksəkdir və ölkə ərazisində şimal-qərb küləyi əsir və günün müxtəlif saatlarda daha da sürətlənəcəyi gözlənir və hətta gediş-gəlişə hərəkət edib bir qədər mane olur. İndiki məqamda ölkə ərazisində elə Bakıda, Abşeron yarımadasında əsasən dumanlı hava şəraitinin olduğunu biz müşahidə edə bilirik və təbii ki, bununla əlaqədar olaraq bir sıra istiqamətlərdə görünüş məsafəsi də məhdudlaşıb və paralel olaraq havanın temperaturuna gəldikdə ölkə ərazisində havanın temperaturu ötən günlərlə müqayisədə 5-8 dərəcə daha da aşağı enəcək və soyuq havada əməlli hiss olunur. İndiki məqamda yəni fevralın 10-undan 12-sinə qədər bu cür hava şəraiti, qeyri-sabit hava şəraiti davam edəcək. Şimal-qərb küləyi bəzi saatlarda daha da sürətlənəcək və eyni zamanda havanın temperaturu dediyimiz kimi 5-8 dərəcə daha da aşağı edəcək və 10-unda 11-də əsasən sulu qar yağacağı, bəzi saatlarda qara çevriləcəyi gözlənir. Amma 12-si ölkə ərazisində qar yağacağı proqnozlaşdırılıb və bu cür dəyişkən, qeyri-sabit hava şəraiti rayonlarda da müşahidə ediləcək və rayonlarda da biz əsasən havanın qarlı, çovğunlu olacağını müşahidə edəcək və bununla paralel olaraq 10-undan 12-sinə qədər dağlıq, dağətəyi ərazilərdə bəzi yolların da buz bağlayacağı proqnozlaşdırılıb. Yəni önümüzdəki bir neçə gün ərzində bizi əsasən qarlı, küləkli hava şəraiti gözləyir və elə bu baxımdan da hava şəraitini nəzərə alıb geyimlərimiz də onu uyğun seçməliyik. Çünki hava olduqca soyuqdur və əsasən də elə yağıntılı hava şəraiti müşahidə olunur və olunacaq da bir neçə gün ərzində. Və havanın temperaturu da dediyimiz kimi ötən günlərlə müqayisədə xeyli aşağıda 5-8 dərəcə kəskin şəkildə aşağı edib havanın temperaturu. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin elə hava proqnozu ilə bağlı təqdim etdiyi bu informasiyanı diqqətinizə çatdırmış olduq. Söz yenidən sizdədir.